Salam, bu videomda sizə əlamətlərin cədvəl şəklində təsvirinə aid tapşırıqların izahını təqdim edəcəyim. Bir də yeşil şəkildəki obyektlərin əlamətlərini cədvəlin müvafiq xanalarına yaz. Gəlin baxaq. Deməli, birinci sütunda nə yazıb? İkinci sətirdə daha doğrusu rəngi yazılıb. Rəngini birinci çantanın rəngi necədir? Narıncı. Narıncı. İkinci çantanın nə rəngi nedir? Mavi də yaza bilərsiniz, göy də yazmaq olar. Üçüncü çanta qara. Bunu yaxınlaşdıraq ki, səliqəli yazaq. Sonra qulplarını say. Birinci çantada 2 dənə qulpu var. İkinci çantada da 2 dənə, üçüncüdə 1 dənə. Cibləri varmı? Bəli, birincinin bir cibi var. Bu cibə oxşuyur əslində qarşısında olan. İkincinin bir cibi var. Şəkildə əslində aydın düşməyib uşaqlar. Üçüncünün cibi yoxdur. İkidə şəkildəki obyektlərə bax və cədvəlin boş xanalarını doldur. Oturacağının rəngi. Buraya yaza bilərsiniz ikinciyə. Ayaqlarının sayı. Ayaqlarının sayı. Üçüncüyə yaza bilərsiniz. Söykənəcəyi var ya yoxdur. Söykənəcəyi. Söykənəcəyi. Dördüncü, buraya da yaza bilərsiniz. Materialı. Materialı. İndi birincidə oturacağının rəngi. Baxaq. Birinci stolun oturacağının rəngi necədir? Qəhvəyi. İkincidə mavi. Üçüncüdə sarı. Dördüncüdə də bənövşəyi əslində birincini. Gəlin bənövşəyi yazaq. Bənövşəyi. Sarı və qəhvəyi. Ayaqlarını say. Birincidə 4'dür, ikincidə 4'dür, üçüncüdə 3'dür. Eləmi? Dördüncüdə də 4 dənədir. Sonra söykənəcəyi yazmışdı. Var, yoxdur yazırıq. Var. İkincidə də var. Üçüncüdə yoxdur. Üçüncüdə yenə var. Daha doğrusu dördüncüdə var. Sonra materialı birincidə taxtadır. Taxta. İkinci dəmirdir. 3 və 4 taxtaya oxşuyur hər ikisi. Taxtadır. 3 də taxtaya oxşuyur. 4 də taxta. Sonra 3-də cədvəldəki əlamətlərinə görə obyekti müəyyən et və adlarını cədvəlin birinci sütununda yaz. Burada deyilir. Quş, rəngbərəng qanadları var. Sözləri təkrarlayır. Bu tutu quşudur. Tutu quşu. Quşu. Sonra heyvanda iti dişləri və quyruğu var. Evləri qoruyur, pişikləri sevmir. İt. İnsandır, furaşkası, fiti və silahı var. Nizam intizamı pozanları saxlayır. Polis. 4'də qrup adlandır və cədvəlin boş xanalarını doldur. Qrupun ümumi adını istəyir. Toz soran, soyuducu, kompüter. Bunlar elektron qurğulardır. Belə deyək, elektron qurğu. Əslində kompüter elektron qurğudur. Qurğular adı da qoymaq olar. Görə indi bunlar nə? Texnikada yazmaq olar. Texnika. Qurğu ilə adlandıraq. Qurğular. Sonra qrupun ümumi adı. Fərqləndirici tərkib hissəsi. Toz soran dəmirdən olur. Dəmirdən deyəndə ki, dəmirdən olur. Belə götürək. Fərqləndirici hərəkəti evi təmizləmək üçün, tozları təmizləmək üçündür. Sonra soyuducu, o da elə dəmirdən olur. Belə deyək, ərzağı uzun müddətli saxlamaq üçün istifadə olunur. Bunu hərəkətinə yazın. Uzun müddətli saxlamaq. Elə yer qoyublar ki, uşaqlar heç yazmaq, yəni gərək kiçik-kiçik yazasınız.
sözləri. Kompüter. Kompüterdə tərkib hissəsi dəmirdir. Sonra burada fərqləndirici hərəkət informasiyanın toplanması, saxlanması, emalı, qəbulu proseslərini icra edir. Televizor, bunlar hamısı əslində dəmir deyirəm. Yəni ki, dəmirə bənzər də, yəni materialı tam dəqiqliyinə getmək üçün biz elə dəmir yazaq, kifayət eləsin. Sonra fərqləndirici hərəkəti nədir televizorun? Orada filmlərə baxırıq, musiqi dinləyirik, xəbərləri dinləyirik, cizgi filmlərinə baxırıq. Yəni qısa bir dənə cümlə seçib yaza bilərsiniz.